Marneulinin Kürdlər ərazi birliyində Xudor Lejbəddin kəndi ilə Təzəkəndi birləşdirən körpü iyunun 20-sində baş verən təbii fəlakət nəticəsində sıradan çıxıb. Bu barədə Lejbəddin sakinləri Marneuli televiziyasına məlumat veriblər. Kəndlilərin sözlərinə görə körpü sıradan çıxdığına görə rayona dolayı yollarla gələsi olurlar. Körpü onların yolunu dəfələrlə qısalaşdırır. Mövzu ilə bağlı Marneuli icra başçısının muavini Zaur Tapatadze müsahibə verib. Tapatadze körpünün bərpası ilə bağlı layihə hazırlandığını vurğulayır. Bu Navadenya oldu, su qalıqdı. Körpümüzün hər o tərəfini, bu tərəfini nə tərəfdə su yüdü. Çünki körpünün kökü yaxşı döydü. Ona görə də biz hökumətdən tələb elədik ki, gəlsinlər, bunu düzəlsinlər. Bir neçə dəfə gedib gələndən sonra axırda ki, gəldi bizim upravamız. İndi deyirlər ki, pul ayrılıb, bir həftədir deyirlər bu işi, amma hələ ki, yarıq düzəldən yoxdur. Biz də sizdən elə xahiş edirik, yaxşı ki, gəlibsiniz, bunu televizorda verəsiniz, bəlkə elə həmən upravanın özü baxa, insafa gələ buradan düzəldə. Çünki biz gedirik Kütlər yolu, Baydar yolu, Marnol rayona, bazara gedəndə və yaxud malımız olur, südü var həmən malların, onu biz sata bilmirik, süd alan gələ bilmir, çörək satan gələ bilmir, kəndimizdə mağazin yoxdur, hər işi bu körpü ilə biz yaradırdıq, bu körpümüz də çox. Biz elə hökumətdən də, sizdən də xahiş edirik ki, gəlib bax bu əncam çəkəsiniz, bizə yardım eləyəsiniz, kömək eləyəsiniz. İşə gedirik, yəni rabotçu yox, har inansa getmək lazımdır, gedəsirik, 1 saata gedirik, 3 saata, yəni belə olmaz. Yəni qayğısından xahiş edirik. Suyun səviyyəsinin artması körpünü sıradan çıxarıb. Hazırda layihə hazırlanır. Təcili sürətdə bu məsələyi həll eləməliyik. Yaxında layihə hazır olacaq. Tez də bərpa işlərinə başlayacaq. Təxminən körpünün düzəlməsi prosesinə 3 həftə, 1 ay vaxt lazımdır. Biz işin içindəyik. Daha qısa vaxtda problemi aradan qaldırmağa çalışacağıq.